Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugünkü videomda miniatür samavar hazırlayacağım və bir izləyicimizin xahişi ilə bacardığım qədər hazırlamağa çalışdım. Ümid edirəm sizin də ürəyinizcə olacaq. Mən bu samavarı hazırlamaq üçün müxtəlif kiçik hissələrdən, qapaqlardan istifadə eləmişəm. Vacib deyil eyni bu cür hazırlayasınız. Yəni belə deyim, sizin də əlinizin altında olan istənilən materiallardan belə miniatür samavar hazırlaya bilərsiniz. Geri dönüşüm olaraq da dəyərləndirə bilərsiniz. Bu ayran qutusudur məsələn. Əgər belə plastik qab olmasa buna bənzər istənilən forma əldə edə bilərsiniz. Bu qabı əsas korpusu olaraq istifadə edəcəm. Bu atlığı isə samavarın aşağı hissəsində istifadə edəcəm, ayaqlıq kimi. Çalışın plastik qabı elə seçin ki, kənar hissələrində belə cızıqlar olsun. Yəni samavara bənzəməsi üçün. Daha sonra belə tək stəkanlar olur plastik. Onların qapağından istifadə edəcəm və dərman qapaqlarından istifadə edəcəm. Vacib deyil bu formada olsun. Yəni sizdə bu stəkanın qapağı olsun. Buna bənzər bu ölçüyə uyğun istənilən plastik dairəvi qabdan istifadə edə bilərsiniz. Əgər belə plastik tapmasanız, kardon da kəsib yapışdıra bilərsiniz. Plastiklər kleyi bəzən yaxşı tutmur. Mən hələ ki yapışdırıram. Amma belə orta hissədən dəlik açıb iplə tikəcəm. Hər ehtimala qarşı daha möhkəm olsun. Alt hissəyə bu formada ayaqlıq yapışdırıb, daha sonra ayaq formasını vermək üçün bir neçə yerdən işarə eləyib kəsəcəm. Mən aboy bıçağı ilə kəsirəm. İstəsəz qayçıyla da kəsə bilərsiniz. Sadəcə kiçik hissələrdə qayçıyla işləmək biraz çətindir. Çox kiçik qayçınız varsa kəsə bilərsiniz. Bu formada əridib tikəcəm. Bu isə dərman qapaqlarıdır. Daha sonra üst hissəyə son olaraq havalandırma sistemlərində istifadə olunan belə dəliklər var. İki tərəfli olur. Bir tərəfi kiçik belə deyim, halqalar formasındadır. Bu isə ağız hissəsidir, bağlanan yeridir. Mən qutlarda belə simdən istifadə edəcəm. Simi elə seçin ki, nə çox qalın olsun, yəni əymək mümkün olsun, nə də çox nazik olsun ki, özü əyilməsin. Həm orta bərklikdə olsun, belə deyim. Mən bu kleyi yapışması üçün vurmuram. Çünki simi içəri keçirdəndə plastiki deşdim. Ona görə çox möhkəmdir. Bu kleyi sadəcə görüntü olaraq mənə lazımdır ki, qulp hissələrdə kənar hissəni göstərmək üçün çıxıntılar olur. Yəni metalik çıxıntılar. O görüntünü əldə etmək üçün yapışdırdım. Ön hissədə, lülək hissədə isə belə mismar başlıqları var. Naqilləri divara vurmaq üçün istifadə olunur. Belə çıxıntılı mismar plastikləri var. İstəsəz bu hissəni çöplü soklar üçün çubuqlar var. Ondan da hazırlaya bilərsiniz. Trubuçka deyirik. Satışda hazır formada da var. Yaxud elə çöplü sok alanda üzərində olur. Onu da lülək kimi istifadə etsəz çox gözəl görünüşü olur. Mən çöp şişlə yapışdıracağım. İstəsəz yenə simdən istifadə edə bilərsiniz. Amma simin qalınlığı çox olmadığı üçün çöp şişdən istifadə elədim.
Əgər çöp şişdə olmasa, yenə mismar yapışdıra bilərsiniz. Yəni onun da əvəzinə biraz qalın mismardan istifadə edib, daha sonra digər plastikli mismar yapışdıra bilərsiniz. Yenə bu sepi kənar hissəyə metal görüntüsünü əldə etmək üçün yapışdırdım. Samavarda samavarın özünə bitişən yerində qaynaq dəmirin izi olur. O görüntünü əldə etmək üçün bu sepi yapışdırdım. Daha sonra lülək hissə üçün tutacağı hazırlayacağım. Mən kardonun üzərində belə 2 ədəd dəlik açdım. Əgər belə aparat yoxdursa, qayçı ilə kəsmək biraz çətin olacaq. İstəsəz simlə hazırlaya bilərsiniz. Biraz enli, amma yumşaq sim götürüb belə 8 formasını əldə edə bilərsiniz. Tutacağın üzərində kiçik düymə formasını əldə etmək üçün qoydum. Amma qulp hissədə də balaca çıxıntı var. Onu da kardondan kəsəcəm. İndi isə samavarın qapağında 2 ədəd tutacaq olur, onu hazırlayacağım. Yenə də kley ilə yapışdırmağa ehtiyac yoxdur, çünki simi mən bu plastiki deşib içəri keçirdəndə, yəni belə deyim, möhkəm olur. Ona görə əlavə kleyə ehtiyac yoxdur. İndi isə çaynikimizi hazırlayacağım. Belə yumru top lazım olacaq bizə. Və lülək hissədə qalın simdən istifadə edin. İstənilən simdən istifadə edə bilərsiniz. Hər dəfə əydikcə topun üzərində ölçünü yoxlayın. Tam uyğun olandan sonra yapışdıra bilərik. Qulp hissəni 2 qat simdən hazırlayacağım ki, görünüşü daha gözəl, daha fərqli olsun. Əgər sizdə simin eni varsa, yəni biraz enlidirsə, onda tək simdən də istifadə edib hazırlaya bilərsiniz. Qapaq hissəni isə mən düymə altlıqları olur, qaşlı düymələrin altlığı, ondan istifadə elədim. Yoxdursa, kiçik düymə yapışdırıb kənarlarını simlə hörə bilərsiniz ki, belə çıxıntılı qapaq formasını əldə eləyəsiniz. Mən çayniki kağıza yapışdırdım ki, rəngləmək rahat olsun, çünki əldə tutanda lülək hissəyə boya vura bilmirdim. Ona görə yapışdırdım ki, daha rahat boyayım, çünki üzərinə də şəkil çəkəcəm. İndi isə samavarı rəngləməyə başlayırıq. Belə boz sprey var, ondan istifadə edəcəm. Boya işini bitirəndən sonra yarım saat gözləsəz tam quruyur sprey. Keçirik kiçik detallara. Əvvəlcə tutacaqları boyamaqdan başlayacağım. Mən qulp hissəni qara zalentdən hazırlayacağım, simin üzərinə dolayacağım. Yoxdursa, əgər qara zalent əlinizdə, qara lent də olar, yaxud qara parça, qara kağız, yəni buna bənzər istənilən zolaqdan istifadə edə bilərsiniz. Əsas odur ki, əlinizin altında olan kiçik detallardan belə miniatürü hazırlaya bilərsiniz. Zolaq boyasından istifadə edib, samavarın aşağı hissəsindəki dəliklərin görüntüsünü əldə edəcəm. Və təbii ki, üst hissədə də eyni formada dəlikləri boya ilə çəkəcəm. Alt hissəni doldurmaq üçün sintifon qoydum. Qoymaya da bilərsiniz.
Mənim miniatürüm tam hazırdır. Bu samavarın özünü suvenir kimi də istifadə edə bilərsiniz, yaxud Novruz səbətlərinə qoya bilərsiniz. Videomuzu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.